Herkese salam dostlar. Bugün sizinlə birlikdə güvən testlərinin, yəni bu kitabın sizə artıq yəqin ki 4-cü falan izahını verirəm. Niyə görə dünən izah verə bilmədim? Çünki dünən vaxtım yox idi, yəni hər şey yığılmışdı bir yerə. Dərslərim var idi. Yəni bu gündən biz məktəb günüdür. Ona görə də yəni çəkə bilmədim. Ona görə bu gündən sizə 2 dənə izah verəcəm. Narahat olmayın. Bir mətn izah, bir də test izah verəcəm. İndi birinci sualdan başlayaq. Deyir ki, cədvəli hansı mətni tamamlamaq olar? Demək, burada nə demək istəyir bizə? İncənin qarşılığı, məsələn, incənin qarşılığı nə olar sizcə? Qalın olar, açığın qarşılığı nə olar? Qapalı olar, dodaqlanmayanın dodaqqan olar. Yəni bizdən qalın, qapalı və dodaqlanan istəyir. İndi o bəndi seçək. Baxın budur. Qalın, qapalı, dodaqlanan. İndi mən sizə birincidən vaxt vermədim. Çünki yəni bilirəm ki, mən sizə bunu bir dəfə demişəm ki, əgər ki başa düşübsünüzsə və ya ki mən tez demişəmsə, siz bu videonu dayandırıb fikirləşib baxa bilərsiniz yəni. Əgər mən tez izah edirəmsə, burada doğru cavab B variantı olacaq. Yəni qalın, qapalı, dodaqlanan. Doğru cavab B variantıdır. Sonra ikinci suala keçək. Burada sizə düşünməyə vaxt verəcəm. Bilirəm, çox az elədim bu vaxtı, düşünmə vaxtını. Tərkibində yalnız dodaqlanmayan qalın saatlər olan sözləri müəyyən edin. Demək, birinci sözləri oxuyuram. Balıq, işıq, çiçək, qadın. Birinci variant A variantı 1-3, yəni balıq, çiçək. B variantı 3-4, çiçək, qadın. C variantı 2-3, işıq, çiçək. D variantı 1-4, balıq, qadın. Sizə düşünməyə vaxt verəcəm. Bunu 5 saniyə, 10 saniyə vaxt verəcəm. Bunu düşünün, sizə tapın doğru cavabını. Tərkibində yalnız dodaqlanmayan sayda olan, yəni heç bir söz dodaqlanmayacaq da. Burada saytların heç biri. Onda balıq sözünə baxaq. Balıq, məsələn, A dodaqlanmır, I dodaqlanmır. Hardan bildim? Çünki A deyəndə dodaqlarım qabağa doğru genəlmədi, qabağa doğru uzanmadı. A dedim, I dedim. Demək, biri 1-dir, yəni. Bir olmayan variantlar silirik. Yəni B ilə C-ni silirik demək. A ilə D qaldı. Görək hansı düz olacaq. İndi işığa baxaq. I, I. Nə oldu? Bu I də dodaqlanmır, I da dodaqlanmır. Amma bizdən nə istəyir? Qalın da istəyir. Baxın, I amma qalın deyil, axı I incədir. Ona görə də 2 olmayacaq. 2 olan variantları da silirik. D-C-ni də getdi. Demək, B-necə zaten getmişdi. Hələ yenə aynen D qalır. Sonra deyir ki, çiçək. Çiçək burada dodaqlanmır, I də dodaqlanmır, Ə də dodaqlanmır. Amma ikisi də incədir. Ona görə də A da getdi. Qadını izah edeyim. Qadında A da dodaqlanmır, I da dodaqlanmır. A da qalındı, I da qalındı. Ona görə nə oldu? Doğru cavab 1-4D variantı oldu. Sonra keçək 5-ci suala. Hansı cümlədə o sayda A kimi tələffüz olunur? Demək, A variantı kosmosa uçub sağ qayıdan iç canlı layka itidir. Müğənnilər konsertdən qayıtdılar. C variantı mətndə lori ifadələrdən də istifadə edilmişdir. D variantı yazıçı yenə oçerk yazmağa başlamışdı. Sizə vaxt verim, hansının düz olduğunu tapın. Demək dostlar, indi mən bunu artıq izah edirəm. Demək, A variantı deyir, kosmosa uçub sağ qayıdan iç canlı layka itidir. Demək, kosmos biz onu kosmos da deyə bilmərik, kosmos da deyə bilmərik. Yəni bu söz əzəldən köçdən kosmos. Yəni bunu dəyişdirə bilmərik. Müğənnilər konsertdən qayıtdılar deyir. Müğənnilər konsertdən qayıtdılar deyə bilərik də. Ona görə doğru cavab B variantı olacaq.
Diğerlerini de düşünürəm ki, izah eləməyə ehtiyac yoxdur. Zaten doğru deyirsən. Biz onları deyə bilmərik ki, doğru ifadə deyik. Yasin oçelik. Onu biz oçelik, o əzəldən doğmadan gələn o oçelik sözüdür. Biz onu Azərbaycanın yeni söz olaraq açelik qoya bilmərik axı. Ona görə də məntiqi ardıcılığa görədir zaten. Burada B variantı olacaq doğru cavab. Hansı sözün tərkibinə qapalı dodaqlanmayan incə sait işlənmişdir deyir. Demək dodaqlanmayan və incə sait söyüd, A söyüd, C dələ, B natiq, D memar. İndi sizə vaxt verirəm, bunu düşünün. Hə dostlar, indi sizə izah edirəm artıq. Demək, deyir ki, qapalı dodaqlanmayan və incə sait istəyir bizdən. Burada gördük ki, heç biri qapalı deyil. Yəni hamısı açıq saitlərdə, Ö də, Ü də qapalıdır. Amma bir şey deyim ki, burada baxın burada qapalı saitlər bizə verib. Burada sadəcə qapalı saitlər, yəni orada bizə qapalı istəmiş. Sadəcə Ü ilə İ-dir də. Siz düşünəcəksiniz ki, indi yəqin ki, məsələn bizə burada natiq deyir və söyüd deyir. O birislərin heç biri burada açıqdır deyə mən ya natiq götürəcəm, ya da söyüdü götürəcəm. Bu belə deyil. Necədir? Dodaqlanmayan deyir. Dodaqlanmayan və incə saitlər istəyir bizdən. Söyüd, baxın söyüd deyirəm, Ö, Ü deyirəm. Onda bu nə olacaq? Bu dodaqlanan olacaq. Ö, Ü və dodaqlananlardır. A və İ deyirəm. Bunlar dodaqlanmır, yəni. Ə deyirəm, Ə də dodaqlanmır. A da deyirəm. E də dodaqlanmır, A da dodaqlanmır. Amma indi qapalıya görə biz A ilə B-ni dedik, qapalı olmaqlarına görə. Dodaqlanmayan olmaqlarına görə də dələ, memar və natiqi dedik. Amma incə olaraq da ona baxacağıq ki, dələ incədir. Məsələn, Ə də incədir, amma A incə deyil, İ incədir, A qalındır. Memar deyirsən, E incədir, burada yenə A qalındır. Ona görə doğru cavab nə olacaq uşaqlar? Təbii ki də C variantı olacaq. 5-ci suala keçirəm. Hansı sözün yazılışı iki cür düşünmək olar? Düşünməmək olar, yoxsa düşünmək olar? Hə, düşünmək olar. Sakit. Düşünmək olar. Düşünmək hökm, dövr, üzür, sehir. Burada sizə vaxt verim düşünün. İndi mən izah edəcəm artıq. Hökmü, yəni hökm iki cür düşünmək olmaz. Sakit. Dövr də iki cür düşünmək olmaz. Amma üzrü iki cür düşünmək olar da. Bir var ki, üzr. Məsələn, birisinin üzməyi, o dənizdə üzür. Bir də var ki, məsələn, üzr istəyirəm. Birisindən üzr istəmək. Sehirdə bir mənası var, sehir eləmək, sehirbazlıq. Üzr, yəni burada doğru cavab üzr olacaq. B variantı. B variantı olacaq. 6-ya keçək. A və I saitləri üçün. A və I saitləri üçün ortaq olan nədir? Yəni burada ortaq olanları tapacağıq. A variantı açıq olmaları, B variantı qapalı olmaları, C variantı qalın olmaları, D variantı dodaqlanan olmaları. Mən sizə vaxt verin, bunu düşünün. İndi 2 dəqiqə falan bir vaxt verim. Sakitlik. İndi mən sizə artıq bunu izah edirəm. Biraz böyüdüm, siz də görün. Ay, çox boy oldu. Belə yaxşı. Baxın, deyir ki, İkisində də ortaq, yəni həm A-nın ortağı, həm I-yə ortaq olanlar seçirik. A variantı açıq olmaları. Bu axı açıq. A açıqdır, I qapalıdır. Demək, A variantı silindi. Qapalı olmaları A, amma baxın burada A açıqdır, I qapalıdır. B də getdi demək. Demək, burada necə getdi? Burada B variantı getdi. İndi qaldı C-dir. Qalın olmaları. Bəli, tamamilə düzdür. Burada həm A da, I da qalındır. Deməli, C variantı düzdür. D-yə də baxaq nə olar, nə olmaz, hər ehtimal. Dodaqlanan olmaları. A, I dodaqlanmır axı. Hətta sizə güzvə, əgər inanmazsa, arxadan da göstərdim. Deyir ki, dodaqlananlar. Hanı dodaqlananlar? Ay uşaqlar, hanı? O, Ö, U, Ü. Baxın, dodaqlanmayanlar nədir? A, E, Ə, İ, I. Gördünüz, demək C variantı düzgün cavabdır. İndi mən artıq mətnə keçirəm.
Mətndə də neçə dənə sual var? Cəmi 3 dənə sual var. Mən mətni isə tez-tez oxuyum, vaxtımıza getməsin həmçinin. Adını da deyirəm mətnin, adı qonaq mətnidir. Onda mən oxumağa başlayıram. Bir təlaş, bir həyəcan olardı evdə. Tez olun, uşaqlar, qapını açın. Qonaqlarımız gəldi. Qonaq sevgi ilə hörməti özündə birləşdirərdi. Qonaq qarşılamağın vaxtı vədəsi yoxdur. Xəbər edərək və ya etməyərək gəlməyi də əhəmiyyət deyildi. Bir evə qonağın gəlməsi o evin və ya evdəkilərin sevilməsi, sayılması və hörmət edilməsi anlamına gələrdi. Gələn qonaq süfrənin başında oturdulur və süfrədə bolluq olardı. Bu gün istifadə olunan xidmət sözü qonağa edilən hörmətin əvəzini verə bilməz. Çünki ev sahibləri bu xidməti öz sevgilərində qatırdılar. Yəni əvəzində heç bir şey gözləmirdilər. Ən əhəmiyyətlisi qonağa mehribanlıqla qulluq etmək idi. Uşaqlığımı xatırlayıram. Süfrə başında olduğumuz zaman evə qonaq gələn kimi o saat onun üçündə bir qab süfrəyə qoyulardı. Qonağı yedizdirmədən yola salmazlar. Allah nə veribsə süfrəyə qoyulardı, nə olursa olsun. Süfrəyə çox şey qoymaq əhəmiyyətli deyildi. Əhəmiyyətli olan evdə olanı süfrəyə qoymaq idi. Nə az nə də çox Allah qonağı ilə olanlara bölüşmək idi. Biz uşaqlıqda belə görmüşdük, belə böyümüşük. Hər bir uşaq evlərinə qonaq gələndə çox sevinirdi. Evinə qonaq gəlməyən ev yiyəsi daim üzüntü içində olardı. Biz də həmçinin günümüzdə qonaq getmək müəyyən səbəblərə görə çətinləşmişdir. Əvvəlcə qonaq gedəcəyimiz yerə xəbər etmək lazım gəlir və ev sahiblərinə uyğundularmı deyə. Özümüzə yaxın sahib qonaq getdiyimiz evə girdiyiniz zaman bəzən qapı ağzında ümumi vəziyyəti yoxlamaq lazım gəlir. Çünki ümid etmədiyiniz bir münasibətlə qarşılaşa da bilərsiniz. Yaxınlıqda işim var idi deyək kimi günümüzdəki bu yaxınlıqda işim var idi deyə bilərsiniz. Dedim. Hal əhval tutum. Böyük şəhərlərdə çox vaxt ev sahibi yox, qonaq daha çox hal əhval tutur. Fərqli mövzularla danışmağa məcbur hiss edir. Özünü sanki qonaq gəldiyi üçün üzr istəyən kimi. Günümüzdə bu vəziyyətin səbəbi ictimai həyatımdakı maddi çətinliklər deyil. Sadəcə bunun səbəbi insan arasındakı soyuqluq, əlaqəsizlik, sevgisizlikdir. Gələn qonağa ən gözəl ziyafət, səmimi bir təbəssüm, xoş gəlmisiniz, necəsiniz, nə yaxşı ki gəlmisiniz deyə bilməkdir. Minnətli bir çay vermək deyil. Atalar demişlər, könül nə çay istər, nə də çayxana. Könül sevgi istəyər, hamı bəhanə. Çox şükür ki, ölkəmizdə hələ də əvvəlki qonaqpərvərlik qalmaqdadır. Sonuncu Tanaltayın əsərindən tərcümə edilmişdir. Suna Tanaltayın əsərindən tərcümə edilmişdir. Uşaqlar, burada bizə bir atalar sözü var idi. Könül nə çay istər, nə də çayxana. Könül sevgi istəyər, hamı bəhanə. Bunu burada böyle şəkildə qoyub. Uşaqlar, biz bu mətndən nə çıxartdıq? Qonaq Allahın bir qonağıdır. Ona həmişə sevgi, hörmət göstərmək və qayğı göstərmək lazımdır. O bizim evimizə gələrkən ona minnət etmək yox, onu qonaqdır deyə qarşılamaq lazımdır. Həm də evdə nə var, nə yox, evdə olan Allah verən qonağın qabağına qoymaq lazımdır. O nə çox olur, nə də az olur. Demək, beynim gəlib, sualımıza keçək. Nömrələnmiş sözlərdən mətndəki məna ilə uyğunlaşdırın. Demək, uşaqlar, burada artıq əlimə bir sadə qələm alıram və sizə izah eləməyə başlayıram. Demək, baxın uşaqlar,
Bunu mən sizə vaxt verməyəcəm. Çünki bu önəmli bir şeydir, yəni. Bunda hər hansı bir kəsəgələr də düşə bilər. Söz birləşmələri, uyğunluq. Mən sizə necə edə biləcəyinizi və ya edəcəyinizi izah edəcəm. Barmağımdır bu arada. Demək, xidmət. Mətndə verilənlərə görə uyğunlaşdırmaq lazımdır. Demək, xidmət o demək idi ki, qulluq demək idi. Xidmətə qulluq lazımdır. Xidmətə qulluq lazımdır nədir? Xidmət qulluğa uyğun eləyəcək xidməti. Müsafir, yəni qonaq olaraq qonağa birləşdirəcək müsafiri. Çünki Allah müsafiri, Allah qonaq olaraq da mətndə deyilirdi. Ona görə bunu qonağa birləşdirir. Ziyafət də, yəni orada ziyafətin mənası qonaqlıq demirdi ki, deyirdi ki, yəni indiki dövrlərdə edilən ziyafət əvvəlki dövrlərdə bənzəmirdi də, yəni bir başqa idi. Əhəmiyyətli oydu ki, yəni əhəmiyyətli uyğun bir dəqiqə ziyafət qonaq nağardım mən bir dəqiqə. Müsaitdir. Müsaiti mən niyə buna birləşdirdim? Ziyafət qonaqlığa birləşəcəkdi. Üzr istəyirəm. Bir dənə bunu silib gəlirəm. Ay, çox üzr istəyirəm. Sizdə çaşdır. Çaşdırdım. Demək, müsait uyğun idi da. Dedi ki, orada bəzən gözləmədiyiniz hadisələrə qarşılaşa bilərsiniz. Bunun üçün də ev sahibinə zəng edib onun müsait olub olmadığını soruşmalısınız. Demək, bir dəqiqə müsait idi, uyğun idi. Bunu da səhv yazmışam. Birincisini səhv yazdığıma görə bunu siləm. Qorxun, narahat olmayın, səhv deməlim. Sadəcə buna çalışdım, sonradan baxdım. Kitabdan falan baxmadım, uşaqlar. Mənim dəftərim var, siz göstərəcəm, bunu izah edeyim. Sonra əhəmiyyətli də önəmli idi. Zaten özünüz bilirsiniz, burada son qalıbına görə önəmli idi. Çünki günümüzdə qonaqlığın və ya qonaq getməyə əngəl olan səbəblərin biri yanlış verilmişdir. A. Əlaqəsizlik, B. Yoxsulluq, C. Sevgisizlik, D. Yadlaşma. Nə idi uşaqlar? Əlaqəsizlik idi. Yəni insanlar bir-birindən soyumuşdu. İnsanlar bir-birlərindən soyumuşdu. Aralarındakı əlaqə pozulmuşdu ona görə. Sonra deyir ki, mətndən gələn hər bir qonağa yemək verilməsi məqsədinə müəyyən etməyə çalışın. A. Özlərini başqalarına göstərmək. B. Var olanı paylaşmaq. C. Acları doydurmaq. D. İnsanın hörmət qazanmaq. Demək, burada siz düşünün. Demək, indi mən sizə artıq izah edəcəm. Özlərini başqalarına göstərmək, yəni bu məqsəd tamamilə səhvdir. Belə bir şey istəmirdilər. Biraz yaxınlaşdırım, çünki izah edəcəm bir şey çox önəmli. Belə yaxşıdır. Okay. Baxın, özlərini başqalarına göstərmək. Özlərini başqalarına göstərmirdilər axı. Axı, niyə belə bir şey veriblər? Özlərini başqalarına göstərmirdilər. Sadəcə, baxın, burada yazın. Yəni, cavabı deməyim sizə, sonra izah edəcəm. Yəni, özlərini göstərmək məqsədində deyildi. Var olan paylaşmaq. O da bir başqa, amma özlərini paylaşmaq da deyildi. Acları doydurmaq tamamilə belə bir şey yox idi. Qonaq ac deyil sadəcə uşaqlar. Evimizə gələn Allah misafirdir. Bunu da unutmayın. İnsanların hörmətini qazanmaq. Bir dəqiqə uşaqlar, deyəsən mən səhv eləydim. B variantı burada düz idi. Var olanı paylaşmaq idi da. Deyirdi ki, orada nə az, nə də çox yemək olardı. Ancaq evdəkilər paylaşardılar. İnsanın hörmətini qazanmaq, onu evinə qonaq çağırmaq demək mənasındaydı. Yəni o tamamilə ondan fərqlidir. Demək, burada doğru cavab B variantı oldu. Mən tamamilə bunda biraz çalışdım. Çünki biraz həyecanlandım. Amma eyb yox. Uşaqlar, bu arada mən sizə o dəftərimdən bəhs eləyirdim. Mən bağışlayayım, mən sizə biraz qabağa keçmişəm. Ona görə burada yazmıram. Baxın, biz bu birinci mövzumuz idi bu. Mən bunu da yazmışam. Mən gündə 25 test işləyirəm, yəni 25 dənə sual işləyirəm. Amma sizə gündəlik hardasa bir 5-10 sual çəkirəm. Çünki sizi çox yükləmək istəmirəm. Düşünürəm, videonuz olsa baxmaqdan sıxılarsın. Ona görə mən indi sizə deyim hansı səhifədəyəm. Səhifələrdə qeyd edirəm. Bu anam yoxdur bu arada. Yəni ona görə.
Şu an mən uşaqlar 37-ci səhifəyəm. Bundan da 39 olur. Yəni siz şu an buradasınız. Bu mövzudan sonra sabahlan bir dənə qayda izah edəcəm sizə. Əsas fikir ideyanın nə olduğunu izah edəcəm sizə. Sonra baxın mən buradayam. İndi göstərim sizə. 35, 39. Mən buradayım. 39'un 9'unu sağındayım. Kanalıma ne olur like atıp beğenmeyi unutmayın. Sizi çok seviyorum. Maçı gucci.